Çingiz Abdullayev, oliqarxın səhvi. Giriş əvəzi. O ətrafa baxa-baxa restoranın salonuna daxil oldu. Sanki elə buradaca həbs olunacağından ehtiyat edirdi. Orta boylu, dolğun adam idi. Başı qısa boynunun üstünə kip oturmuşdu. Ətli yanaqlarının və şişkin sifətinin fonunda xırda gözləri gülməli görünürdü. Səksəkəli halda başını tərpədərək qapçıya salam verdi və salondakı masalardan birində oturub onu gözləyən qaşqabaqlı adama tərəf getdi. Həmin adamın qabağında hündür və yarıyadək dolu pivə parçası vardı. Yeni gələn adam ətrafa bir də göz gəzdirdikdən sonra masaya yaxınlaşdı. Salam, o mızıldandı. Mən Simyonam. Sizə mənim barəmdə danışıblar. Hə, yadımdadır. Naməlum adam yerindən durmadan başını tərpətdi. Mənim adım Viktor Viktoroviçdir. Xoşdur. Simyon həyəcanla içini çəkdi. Masanın arxasında əyləşib stolunu həmin adama yaxınlaşdırdı. Siz mənim bura nə üçün gəldiyimi bilirsiniz? Təxmin edirəm. Viktor Viktoroviç qımışdı. Probleminiz var və bu problemi aradan qaldırmaq üçün sizə mütəxəssis lazımdır. Elədir. Mən istəyirəm ki, hər şeyi siz özünüz edəsiniz. Şübhəsiz. Siz pul ödeyirsiniz, biz iş görürük. Yeganə bilmək istədiyimiz budur. Kim və nə vaxt? Sizin düz bir ay vaxtınız var, Simyon bildirdi. Bu müddətdə çatdırmasanız, ümumiyyətlə heç nə etmək lazım deyil. Bir ay. Ofisant onlara yaxınlaşdı. Siz bir şey sifariş edəcəksiniz? O narazı halda soruşdu. Mənim üçün bir parça pivə gətirin. Viktor Viktoroviç xahiş etdi. Mənim üçün də, Simyon dedi. Bəs yemək? Ofisant dəqiqləşdirmək istədi. Hələlik yox, Viktor Viktoroviç cavab verdi. Ofisant sifarişin hazırlığından narazı halda masadan aralandı. Simyon cib dəsmalını çıxarıb tərlənmiş üzünü sildi. Onun necə həyəcanlandığı aydın görünürdü. Mühasibi isə əksinə çox sakit idi. Görünür Viktor Viktoroviç bu cür incə məsələyə görə müştəri ilə ilk dəfə görüşmürdü. O kimdir? Viktor Viktoroviç soruşdu. Bizə onun adı, ünvanı, iş yeri lazımdır. Bir də ailə vəziyyəti, mühafizə olunub olunmaması. Onun adı Renat Şərifovdur. Məşhur biznesmendir. Bütün qəzet və jurnallarda şəkilləri var. İnternetdə də bir neçə saytı var. Şəkillərini orada görmək olar. Deyirsiniz ki, məşhur biznesmendir. Çox məşhurdur. O faciəli şəkildə həlak olmuş oliqarx Qulşenkonun varisidir. Yeganə varisi. Onun ailəsi varmı? Arvadı, uşaqları, valideynləri? Yox, Simyon cavab verdi. Yox. Onun heç kimi yoxdur. Onların məsələyə dəxli yoxdur. Hərçənd dayanın. Onun sevdiyi qız var. Adı İnnadır. İnna Steblova. Yoxlayarıq. Bəs uşaqları? Mən axı dedim ki, yoxdur. Simyon hirsindən az qala çığıracaqdı. Sonra bir qədər sakitləşib aramla dedi. O arvadından ayrılıb. Bir qız var. Amma onlara heç bir halda toxunmaq olmaz. Yoxsa heç nə almayacaqsınız. Siz məni başa düşdünüz? Tamamilə. Sizdə Steblovanın ünvanı var. O toxunmalı olmadığımız adamların cərgəsinə daxil deyil ki. Yox, daxil deyil. Ünvanı özünüz öyrənərsiniz. Mən bilmirəm. Sizin biznesmenin mühafizəsi varmı? Hə, onu qoruyurlar. Bəs onun ofisi hardadır? Mən dedim axı, o oliqarxın varisidir. Simyon narazı halda təkrarladı. Şəhərdə bir neçə ofisi, bir də onun işləri ilə məşğul olan Astor adlı şirkəti var. Haqqında istənilən saytdan məlumat toplamaq olar. Renat Ravlyeviç Şərifov. Adətən bu cür adamların güclü mühafizəsi olur. Siz qanararı 25% artırmalı olacaqsınız. Nə üçün artırmalıyam? Simyon narahat oldu. Bu necə olur? Onsuz da istədiyiniz pul həddən artıq çoxdur. Nə üçün artırmalıyam? Bu cür hallarda xərc çox çıxır. Viktor Viktoroviç izah etdi. Onu kimin qoruduğu, onların peşəkarlığı, maneəsiz geri çəkilmə imkanları öyrənilməlidir. Gərək başa düşəsiniz.
Qısqanc ərin sifarişi ilə onun arvadını öldürmək və mühafizəçisi olan tanınmış biznesmeni aradan götürmək başqa şeylərdir. Siz 25% barədə heç nə deməmişdiniz. Simeon qaşqabağını tökdü. Bu çox böyük puldur. 100 min istədiniz, razılaşdım. İndi də məlum olur ki, 125 min vermək lazımdır. Mən bu işi daha aşağı qiymətə görən adamlar tapa bilərəm. Tapın, Viktor Viktoroviç ikrahla gülümsədi. Amma nəzərə alın ki, işi belə görmürlər. Biz sizə etibar edirik. Siz də bizə etibar etməlisiniz. 25% təhlükənin çoxluğuna görə kiçik bir əlavədir. Afisant 2 parç pivə gətirdi. Xüsusi atlıqların üstünə qoyub getdi. Yaxşı, Simeon razılaşdı. Qoy 125 min olsun. Ancaq işi tez görmək lazımdır. İşi uzatmaq bizə də sərfəli deyil. Mühasibi izah etdi. Pulun 50%-ni əvvəlcədən alarıq. Mən 25% haqda bilmirdim. Simeon köks ötürdü. Axı daha az məbləğ danışmışdıq. Düzdür, amma siz özünüz dediniz ki, o adam məşhur biznesmendir. Zərər yoxdur. Sizin 25% haqda bilmədiyinizi nəzərə alaraq güzəşt edərik. 50 mini indi verərsiniz. Qalanını iş icra olunandan sonra. Pulu gətirmişəm. Simeon əlini atıb cibindən dolu bir zərf çıxartdı. Onu masanın üstünə qoydu. Viktor Viktoroviç gülümsəyərək əli ilə zərfin üstünü örtdü. Sonra cəld hərəkətlə pulu cibinə qoydu. Masanın altında vermək lazım idi. O irişərək dedi. Gələn dəfə dediyiniz kimi edərəm. Pivənin dadına baxdı və içki xoşuna gəldi. İndi pulu verdikdən sonra özünü daha rahat hiss edirdi. Fahişəxanadakı müştəri də pul ödədikdən sonra özünü belə qətiyyətlə aparır və tələb edir ki, ona verdiyi pula görə xidmət göstərsinlər. Sizə bir sual verə bilərəmmi? Viktor Viktoroviç qəfildən soruşdu. Simeon razılıqla başını tərpətdi. Siz onu nə üçün aradan götürmək istəyirsiniz? Rəisinizdir, yoxsa rəqibiniz? Bəlkə onun şirkəti sizin işinizə mane olur. Özünüzdən uydurmaq lazım deyil. Simeon üzünü turşutdu. Pul almısınız. Başqa şeylərin isə sizə dəxli yoxdur. İşi bitirəndən sonra pulun qalanını da alacaqsınız. Unutmayın ki, biz heç vaxt sizinlə rastlaşmamışıq. Simeon pivəni içib qutardı. Yerindən qalxıb Viktor Viktoroviçə əl vermədən restorandan çıxıb getdi. Bu, onun restorana daxil olarkən hiss etdiyi qorxu və pərtliyə görə kiçik bir qisası idi. O, küçəyə çıxıb maşınına əyləşdi. Verdiyi pulun məbləğini xatırlayıb, dərindən köks ötürdü. 50 min dollar. Bu, onun demək olar ki, bütün ehtiyatı idi. Lənəti gəlmiş Şəripov. Onun üçün 50 min dollar ümumiyyətlə pul deyildi. Heç milyon da pul deyildi. Elə bir mirasa sahib olmuşdu ki, gündə 1 milyon dollar xərcləyə bilərdi. Yenə də pulu azalmazdı. Simeon ona necə də nifrət edirdi. Cibində heç vaxt artıq 500 rublu olmayan bu səfil jurnalist birdən-birə ağlasığmaz miras almış, bir saatın içində milyardərə çevrilmişdi. Bu, Simeon üçün həyatında aldığı ən ağır zərbə idi. O adət etmişdi ki, bu dünyada hər şey əmələ görə qazanılsın. Hər kəsə layiq olduğu qədər verilsin. Simeon oliqarx və milyarderlərə hörmət edirdi. Fikirləşirdi ki, onlar öz pullarını zəhmətlərinə görə qazanan xüsusi insan təbəqəsidir. İqtidara da hörmət edirdi. Düşünürdü ki, yüksək vəzifəli məmurlar yeni həyatın sahibləridir. Yeni həyatda heç nəyə nail ola bilməyən insanları isə aşağı sosial təbəqəyə aid edir və hamısına nifrətlə yaşayırdı. Renat, onun xalası qızı Liza ilə evli idi. Simeonun elə ilk andan yeni qohumundan zəhləsi getmişdi.
Bu yarı Tatar, yarı Ukraynalı oğlan onda getdikcə nifrətə çevrilən əsəbilik yaradırdı. Daim borc içində olan nə vəzifə, nə babat bir sərvət əldə etməyi bacarmayan adi bir jurnalist Simyon yeni qohumu ilə münasibət qurmağa cəhd etmiş, onu saymır, ailə şənliklərinə çağırmırdı. Liza məhz Simyonun və onun arvadının təsiri ilə nəhayət fərqsiz ərindən ayrılmış və qızı ilə birlikdə yaşamağa başlamışdı. Məhz elə bu vaxt talih Simyona ağır bir zərbə endirmişdi. Məşhur Ukraynalı oliqarx Vladimir Glushenko Fransada həlak olmuş, qohumu Rinat Şəripov isə gözlənilmədən onun varisinə çevrilmişdi. Bu xəbər Simyon üçün çox böyük zərbə idi. Ona elə gəlirdi ki, bu cür ağlasılmaz sərvəti belə bir hədiyyəyə əsla layiq olmayan, vecsiz və yaramaz birinə bağışlamaqla talih onunla amansız bir oyun oynayıb. Simyon o vaxtdan özünə yer tapa bilmirdi. Hər hansısa bir vasitə ilə keçmiş qohumuna təsir etmək və ondan müəyyən qədər pul qopartmaq üçün göstərdiyi bütün cəhdlər boşa çıxırdı. Şəripov Simyonu sadəcə olaraq saymır və onunla görüşməkdən imtina edirdi. Bir neçə ay belə davam etdi. Qəzetlər Rinat Şəripov haqqında yazmağa başladı. Nüfuzlu jurnallarda onun barəsində saysız hesabsız məqalələr dərc olunurdu. Simyon həmin məqalələri oxuyur və daha artıq fikir çəkirdi. Günlərin birində Simyon təsadüfən Voronejdən gəlmiş əyalət notariusu ilə tanış oldu. Onlar eyni məclisdə idilər və çox içmişdilər. Gözlənilmədən söhbət Rinat Şəripovun üstünə gəldi. Televiziya verilişlərindən birində Şəripovu və onun güya evlənməyə hazırlaşdığı yeni sevgilisini göstərirdilər. Sərxoş notarius böyük həvəslə izah etdi ki, Şəripov evlənməzdən əvvəl qəfildən ölsə, onun bütün pulları yeganə varisi olan qızına çatacaq. Yəni Simyonun xalasının nəvəsinə, xala qızı Lizanın övladına. Sanki Simyonu elektrik cəryanı vurdu. Qəfildən anladı ki, milyoner ola bilər. Artıq uğur qazanacağına şübhə də etmirdi. Çünki Liza onun sözündən çıxmayacaq, Simyon nə desə onu edəcəkdi. İndi bircə o qalırdı ki, nifrət etdiyi Şəripovu öz həyatından bir dəfəlik silmək üçün bu işi görə bilən adamları tapsın. Simyon dayanacaqda sükanı döndərib, maşını şəhərin mərkəzinə tərəf sürməyə başladı. Hər şey istədiyi kimi alınsa, həyatı tamamilə dəyişəcəkdi. Özü də bir dəfəlik. Bu elə bir fürsət idi ki, qətiyyən əldən buraxmaq olmazdı. Bu səbəbdən öz gələcəyini qurmaq naminə verdiyi $50,000 görə təəssüflənmirdi. Əsas məsələ bu idi ki, Rinat evlənməyə imkan tapmasın. Yoxsa pulları onun yeni həyat yoldaşı alacaqdı. Ona görə də bu qatillər öz işlərini tez bitirməli idilər. Birinci fəsil. Rinat bugün həmişəkindən tez oyanmışdı. Son aylar ərzində istədiyi vaxt yuxudan oyanmağa, yataq otağının pəncərəsindən görünən xoş mənzərəyə tamaşa etməyə, daha məqaləni jurnala yaxud qəzetə nə vaxt təhvil verməli olduğu haqda narahat olmamağa alışmışdı. O əvvəllər də işə münasibətdə dəqiqliyi ilə seçilmirdi. İndi oliqarxın varisi olduqdan sonra isə ümumiyyətlə jurnalistikanın daşını atmış, keçmiş həyatından onu tanıyan adamlarla ünsiyyətini kəsmişdi və onların zənglərinə cavab vermirdi. Köhnə telefon nömrəsini dəyişmişdi. Yaxın əlaqə saxladığı yeganə adam dostu Dima Sizov idi. Digər tanışlarını sadəcə olaraq həyatından silib atmışdı. Rinat saata baxdı. 9-a qalırdı. Bugün vərəsəliyə əsasən təsisçisi və sahibi olduğu Astor şirkətinin ofisində görüş təyin etmişdi. Ötən il məşhur Ukrayna milyarderi Vladimir Glushenko həlak olduqdan sonra heç kimin ağlına da gəlmirdi ki,
Moskvada yaşayan və fransız vəkillərin uzun axtarışından sonra tapdıqları Renat Şəripov adlı birisi onun varisi olacaq. Məlum olmuşdu ki, Quluşenko əslində onun dayısı babasının oğlu imiş. Renatın babası vaxtilə mərhum milyarderin anası ilə görüşmüş. Quluşenko Antipdəki villasının üstündə vertolyotun partlaması nəticəsində həlak olmuşdu. Oliqarx özü, arvadı və oğulluğu vertolyotda idilər. Həmin faciə haqqında bütün Avropa qəzetləri məlumat vermişdi. O zaman Renat həyatının necə dəyişəcəyini təsəvvür belə etmirdi. Bugün həmin günləri xatırlayanda başa düşürdü ki, o vaxt çoxlu səhvə yol verib və özünü ağılsız aparıb. Əvvəlcə bu dəbdəbəli mənzilə köçdü. Sonra bahalı maşınlar, məşhur brendlərdən olan dəbli geyimlər almağa başladı. Pulu sağa sola səpələdi. Ən bahalı şampanlardan, ən keyfiyyətli şərablardan içdi. Hətta məşhur Molodetsetso qrupunun qızları arasından özünə məşuqə də seçdi. Ancaq bütün bunlar onu tez təngə gətirdi. Renat xeyli kitab oxumuş, bir çox ağıllı adamlarla ünsiyyətdə olmuşdu. Xoşbəxtlikdən milyarder olduqdan sonra necə boş və mənasız həyat keçirdiyini çox tez anladı. Miras aldığı milyonlar onun üçün tez-tez problem yaradırdı. Ötən il 2 dəfə həyatına qəsd etmişdilər. Ayağı indiyədək ağrıyırdı. Həmin hadisələri xatırlayanda özündən asılı olmayaraq özünü turşutdu. O vaxt mühafizəçilərindən biri Nikolay həlak olmuşdu. Ən dəhşətli hadisə isə Parisdə baş vermişdi. Renat ora mirası rəsmiləşdirmək üçün getmişdi. Orada məlum olmuşdu ki, Quluşenko sağdır. Həlak olan isə başqa adam imiş. Oliqarx vicdanı sızlamadan vertolyotda partlayış təşkil etmiş, arvadı və onun az yaşlı oğlu həlak olmuşdu. Quluşenko öz varisinə onun yeni qaydalarını başa salmışdı. O sənədləri Fransa vətəndaşı Leronun adına qeydiyyatdan keçirməyə başlanmışdı. Əsl varis də həmin adam olacaqdı. Şəripov bütün əmlakı tədricən yeni varisin adına keçirməli idi. Bir neçə ay bundan əvvəl məlum olmuşdu ki, Vladimir Quluşenkonun şəriklərindən biri onun yoxluğundan istifadə edərək mirası öz əlinə keçirmək istəyir. Həmin adamla savaş onun Kiyev xəstəxanasında ölümü ilə başa çatdı. Şərik elə bilirdi ki, gənc və təcrübəsiz Şəripovla mübarizə aparır. Əslində isə Quluşenkonun özü ilə üz-üzə gəlmişdi. Həmin hadisədən sonra mirasın rəsmiləşdirilməsini təxirə salmalı olmuşdular. Renat yerindən durub vanna otağına tərəf getdi. Aşağı mərtəbədən səs gəlirdi. Renatın mənzili 2 mərtəbəli idi. Yataq otaqları ikinci, mətbəx isə 1-ci mərtəbədə yerləşirdi. Yəqin ki, xidmətçi Lida gəlmiş və mətbəxdə işə başlamışdı. O dişlərini yuydu. Sonra əlini narazı halda azacıq tüklənmiş üzünə çəkdi. Bir qədər fikirləşdikdən sonra üzünü qırxmaq qərarına gəldi. Bugün İnna ilə görüşü vardı. Xortlamış dayısı Renatda eyni zamanda həm dəhşət, həm də nifrət hissi oyadırdı. Vladimir Quluşenko eyni vaxtda bir çox adamdan gizlənirdi. Keçmiş ortaqlarından, kriminal aləmdən olan keçmiş dostlarından və bir neçə ölkənin hakimiyyət orqanlarından. Ukrayna və Rusiyada onun faciəli ölümü ilə əlaqədar cinayət işləri dayandırılmışdı. Fransada isə o rəsmi olaraq ölmüş sayılsa da prokurorluq istintaqı davam etdirir. Quluşenkonun ailəsinin həlak olduğu vertolyot partlayışının günahkarlarını tapmağa çalışırdı. Şəripov üzünü sabunlayıb qırxmağa başladı. Talih ona gözəl bir hədiyyə vermiş, İnna Stebulova ilə qarşılaşdırmışdı. Qız universitetin filologiya fakültəsində oxuyur, diplom müdafiəsinə hazırlaşırdı. Onlar Renat yaralandıqdan dərhal sonra görüşməyə başlamışdılar. Qızdakı hər şey, baxışları, duyğuları, insanlara münasibəti Renatı valih edirdi.
O üzünü qırxıb qurtardı və ev xalatını geyinib vanna otağından çıxdı. Aşağı düşüb bir fincan qəhvə içmək istəyirdi. Yəqin ki, Lida artıq onun üçün səhər yeməyi hazırlamışdı. Əhsən bu qadına. Onun maaşını çoxdan artırmaq lazım idi. Renat pilləkənlə aşağı düşüb mətbəxə keçdi. Sabahınız xeyir. Lida ev sahibinin gəldiyini görüb ona tərəf çevrildi. Sizinlə, Renat dodaqaltı cavab verib masa arxasına keçdi. Qəlyanaltı verim, yoxsa əvvəlcə qəhvə istəyirsiniz? Qəhvə verin, Renat dedi. Bu mürəkkəb taleyli, sakit qadın onun xoşuna gəlirdi. Elmlər namizədi olduğu halda hərbi təyyarəçi olan ərinin faciəli ölümündən sonra ev xidmətçisi işləyirdi. Keçən il Renat onun eyni vaxtda 4 yerdə işlədiyini öyrənəndən sonra Lidaya təklif etmişdi ki, təkcə onun evində işləsin. Lida'nın 2 uşağı vardı. Tələbə qızını və orta məktəbdə oxuyan oğlunu tək başına saxlayırdı. Qadın qəhvəni hazırlayıb fincana süzdü. Fincanı da Renatın qarşısına qoydu. Sağ olun, Şərifov qəhvənin dadına baxıb dedi. Sizin qəhvəniz həmişə xoşuma gəlir. Bu mənim xidmətim deyil. Lida gülümsədi. Qəhvənin ən yaxşı növlərini alırsınızsa, onu pis hazırlamaq çətin məsələdir. Bir də sizə demək istəyirdim ki, Renat bildirdi. Gələn aydan maaşınız 2 qat artacaq. Lida Şərifov tərəf döndü. Onun qonur gözləri Renata diqqətlə baxırdı. Qadın ev sahibindən hardasa 10 yaş böyük idi. O gülümsəyib başını buladı. Siz onsuz da mənə çox verirsiniz. Ümid edirəm ki, bu nəzakətli imtina qaydası deyil. O öz qəhvəsini içib fincanı masanın üstünə qoydu. Lida, mən miras sahibi olduqdan sonra yaxşılığa duyduğum inamı çətinliklə qoruyub saxlaya bilirəm. Məndə daim belə bir hiss olur ki, insana bənzər qulyabanlılarla əhatə olunmuşam. Hamı məni aldatmaq, məndən mümkün qədər çox pul qopartmaq, malik olduğum hər şeyi dartıb əlimdən almaq istəyir. Bu adamların arasında yalnız 3 nəfər məndə ikrah hissi oyatmış. İnna, Dima və siz. Başqa heç kim. Qalanları yalnız mənim sayəmdə öz şəxsi işlərini yoluna qoymaqla məşğuldur. Dövlətli olduğunuz üçün bu təbii haldır. Lida ona məntiqli cavab verdi. Hər kəs həyatını bacardığı kimi qurmağa çalışır. İnna barəsində haqlısınız. O doğrudan da yaxşı qızdır. Mən çox şadam ki, siz onunla görüşürsünüz. Biz evlənməyə hazırlaşırıq. Renat mızıldandı. Lap yaxşı edirsiniz. Lida gülümsədi. Hazırda İnna kimi təmiz və dürüst qız tapmaq demək olar ki, mümkün deyil. Ən başlıcası odur ki, qız sizin pullarınızı yox, özünüzü sevir. Maaşa görə sağ olun, ancaq bu artım olmasaydı da mən sizin yanınızda işləyəcəkdim. Siz onsuz da hamıdan yaxşı işləyirsiniz. Telefon zəng çaldı. Mənzildə müxtəlif nömrələri olan bir neçə telefon var idi. Hər nömrədən də bir neçə xətt ayrılırdı. O dəstəyi qaldırdı. Sabahınız xeyir. Bu onun vəkili Yosif Borisoviç Plavnik idi. Oyanmısınız? Bəli, nə olub? Mən xatırlatmaq istəyirdim ki, sizinlə günorta çağı Astro şirkətində görüşməliyik. Yadımdadır. Vəkilin belə erkən saatda zəng vurması qəribə idi. O əvvəllər heç vaxt səhər saat 9-da ona zəng etməzdi. Mən demək istəyirdim ki, yox, görüşəndə desəm yaxşıdır. Siz ora bir qədər tez gələ bilərsinizmi? Görüşdən 20-30 dəqiqə əvvəl. Hə, nəsə olub? Yox, sizinlə danışmalıyım. Parisdən zəng gəlmişdi. Leclerc'dən. Dedi ki, böyük bir məbləğin Voldemar Lerunun adına köçürülməsi haqda sizdən tapşırıq alıb. Sizinlə haqqında danışdığımız həmin adamın adına Leclerc həmin Leru haqqında məlumatları yoxlayıb. Çox təəccüblüdür ki, bu Belçika vətəndaşı Fransanın
Martinika adasında qeydiyyatdadır. Siz bu barədə bilirdiniz. Onu narahat edən nədir? Renat üzünü turşutdu. Məbləğ çox böyükdür. Siz bu naməlum Belçikalının Antiguadakı hesablarına 10-12 milyon avro köçürürsünüz. Əlbəttə, bu sizin pulunuzdur. Amma bizim indiyədək haqqında heç vaxt eşitmədiyimiz naməlum adama münasibətdə göstərdiyiniz belə bir səxavət müxtəlif suallar doğurur. Siz mənimlə bu barədə danışmaq istəyirdiniz. Təkcə bu barədə yox, ancaq düşünürəm ki, görüşəndə söhbət etsək daha yaxşı olar. Demək, mən sizi saat 12-nin yarısında Astor şirkətində gözləyəcəyim. Başqa cür də edə bilərik. Yaxşı olar ki, mən şirkət binasının yanına gəlim. Siz orada keçib mənim maşınımda əyləşərsiniz. Məsələ o qədər ciddidir. Renat Lidaya nəzər salaraq soruşdu. Olduqca, Yosif Borisoviç təsdiqlədi. Biz mütləq danışmalıyıq. Hələlik görüşənədək. Renat dəstəyi masanın üstünə qoydu. Vəkil təcrübəli adam idi. Öz əsas müştərisini boş şeylərə görə narahat etməzdi. Tamara ilə danışıb bu zəngin nə ilə bağlı olduğunu öyrənmək lazım idi. Əvvəllər Yosif Borisoviçin katibəsi olan Tamara keçən ildən Şəripovun köməkçisi kimi çalışmağa başlamışdı. Şəripov Tamaranın nömrəsini yığdı. Qadın dərhal cavab verdi. Onun bu xüsusiyyəti Renatda həmişə heyrət doğururdu. Sanki heç vaxt yatmır, yemir, istirahət etmir, gecə-gündüz onun zəngini gözləyirdi ki, suallarına cavab versin. Eşidirəm, Renat Raviliyeviç. Tamaranın gümrah səsi eşidildi. Onun 30 yaşı vardı. Uca boy, cazibədar, hər zaman qüsursuz geyimdə olan bir qadın. Təkcə varlığı ilə ətrafdakıları təlqin edirdi ki, öz köməkçisinə bu dərəcədə bahalı geyinmək imkanı yaradan ağasının mövqeyi nə qədər yüksəkdir. Tamara əvəz olmayan bir işçi idi. Onun bütün işlərdən xəbəri vardı. Moskvanın az qala yarısını tanıyırdı. Bir neçə dəqiqənin içində istənilən məsələni həll etməyi bacarırdı. Hərçənd bu qadının maaşı federal nazirlərin maaşından qat-qat çox idi. Bununla belə qeyd etmək lazımdır ki, Tamara bu qədər pulu sahibinin xeyirxahlığı sayəsində yox, məhz yaxşı işlədiyinə görə alırdı. Renat isə özünü dəqiqətli apararaq Tamara ilə münasibətdə şəxsi olan heç nəyə imkan vermir, onunla bir qadın kimi görüşmürdü. Belə hesab edirdi ki, bir adamın öz mövqeyindən istifadə edərək katibəsi ilə şəxsi əlaqədə olması ədəbsizlikdir. Üstəlik, belə qadınlardan biraz qorxurdu. Tamara həddən artıq çox şey bilir, eyni zamanda çox şey bacarırdı. Renat onunla münasibətdə işgüzarlığın şəxsi əlaqəyə keçə biləcəyi müəyyən həddi aşmamışdı. Qadın intim əlaqənin əleyhinə olmadığını ona lap əvvəldən hiss etdirsə belə, bu məsələdə özünə icazə verdiyi yeganə sərbəstlik Tamaraya sən deyə müraciət etməsi idi. Hər halda yaşı dedilər. Hərçənd qadın ona siz deyir, ad və atasının adı ilə çağırırdı. Bizim Yosif Borisoviçə nə olub? Şəripov soruşdu. İndicə mənə zəng vurub, xahiş etdi ki, Astora biraz tez gəlim. Nə baş verdiyini bilirsən? Mənim bildiyimə görə heç nə baş verməyib. Ancaq Yosif Borisoviç çox narahatdır. Son 2 həftə ərzində özünə yer tapa bilmir. Məhkəmədə Qulşenkonun vəsiyyəti elan olunduqdan sonra Plavnik belə hesab edir ki, məntiqə sığmayan nəsə baş verib. Öyrənə və anlaya bilmədiyi istənilən hadisə onda təəccüb və şübhə əvəzinə əsl vahimə yaradır. Mən onunla danışmışam. İndiyədək həmin vəsiyyətnamənin necə peyda olunması haqqında düşünür. Axı Qulşenko ölümündən əvvəl sizi tanımırdı. Yəqin haqqımda eşidibmiş. Renat narazı halda dedi. İstəsəydi, böyük bacısından əsl atası haqqında soruşub öyrənə bilərdi. Babamın kim olduğunu bildikdən sonra məni tapmaq asan idi. Ancaq o sizi axtarmayıb, Tamara etiraz etdi. Yosif Borisoviç də buna görə əsəbləşir. O çox təcrübəli vəkildir.
möcüzələrə inanması mümkün değil. Plavnik agnostik ve realist insandır. Objektif gerçekliğin terk edilmesinin mümkünlüğünü inkar eden adam. O yalnız faktlara ve senedlere inanır. Bu cür tesadüfi uygunluklara ise inanmır. Bu sebepten de o cür narahat olur. Aydındır. Renat köksötürdü. Gel belə edək. Mən saat 12'nin yarısında Astor'da olacağım. Sürücünə de ki, səni həmin vaxta ora gətirsin. Mən onsuz da saat 11'de orada olacağım. Tamara təəccüblə dedi. Axı dünən danışmışdıq ki, siz günorta Astor'a gələcəksiniz. Mən isə qabaqcadan şirkətə gəlib zəruri təfsilatları yoxlamalıyım. O həmişəki kimi haqlı idi. Təşəkkür edirəm, Renat mızıldandı. Qəlyanaltı artıq masadaydı. Lida'ya baxıb minnətdarlıqla başını təpətdi və yeməyə başladı. Lida onun üçün yenə qəhvə süzdü. Plavnik axmaq deyil, Renat fikirləşdi. Əvvəl-axır hər şeyi başa düşəcək. Bəlkə də artıq başa düşüb. İndi Şəripov necə hərəkət edəcəyi haqda düşünməli idi. Ya hər şeyi inkar edib Quluşenkonun belə bir vəsiyyətnaməni ölməmişdən əvvəl tərtib edə biləcəyi fikrinin isbatına çalışmalı, ya da Vladimir Arkadyeviçin sağ olduğunu etiraf etməli idi. Ancaq Plavnik bunu öyrənsəydi, hər şeyi korlaya bilərdi. O, Fransalı vəkillərə bu barədə danışacaq, onlar isə bütün hesabları donduracaqdı. Həm Şəripovun özünün, həm də onun varisi olacaq Voldemar Leron'un hesablarını. Həmin adın altında isə Quluşenkonun özü gizlənirdi. Onlar Leron'un özünü də tələb edə bilərdilər. O halda onlara Quluşenkonu göstərmək lazım gələcək. Daha doğrusu göstərməyə cəhd etmək. Təbii ki, Quluşenko bunu istəmirdi. Beləliklə Şəripovun özü üçün ciddi problemlər yaranacaqdı. Onu hətta cinayəti gizlətməkdə də ittiham edə bilərdilər. Axı lacivert sahildə, Antipdə partlamış vertolyotda bir neçə adam ölmüşdü. Quluşenkonun arvadı ilə oğulluğu da həlak olanların arasındaydı. Belə çıxırdı ki, Renat Şəripov dayısının sağ olduğunu və partlayışı təşkil etdiyini bilirmiş. Deməli, buna görə onu həbsdə edə bilərdilər. Elə isə axırdakı öz sözünün üstündə dayanmalı və təkid etməli idi ki, sənədlər Quluşenko həlak olmamışdan əvvəl tərtib olunub. Renat yeməyini bitirib Lida'ya təşəkkür etdi və masadan qalxdı. Paltarını dəyişmək üçün yuxarı çıxdı. Yəqin ki, Tamara da onun o biri dünya ilə əlaqəsindən şübhələnir. Ancaq kifayət qədər ağıllı olduğu üçün heç nə soruşmayacaq və belə bir vəsiyyətnamənin gözlənilmədən ortaya çıxması məsələsinə münasibətini bildirməyəcəkdi. Quluşenkonun vəsiyyətnaməsi bütün anlaşılmazlıqların həll olunmasına şərait yaratmışdı. Əmlakın hamısı Renat Şəripovun adına keçirilmiş, bütün hesablar aktivləşdirilmişdi. O bəzən səhmlərin, gəlir çeklərinin, hesabların və müxtəlif şirkətlərin adlarını qarışdırırdı. Tamara'nın məsləhəti ilə özü üçün kiçik bir dəftərçə almış, banklardakı hesab nömrələrini və müxtəlif şirkətlərin səhmlərinin faizlərini ora qeyd etmişdi. Onu ən çox heyrətə salan bu idi ki, nə qədər çox xərcləsə də pulun miqdarı durmadan artır və onun sərvəti ildə 5-6% çoxalırdı. Renat, pulun üstünə gələr məsələnin mənasını yalnız indi anlayırdı. Əsas səhmlər Avropa şirkətlərinə qoyulmuşdu. Onlarda isə son illərdə artım çox sürətlə gedirdi. Üstəlik dollara nisbətdə avronun kursu ağlasığmaz dərəcədə artmış, 1 avro təxminən 1 dollar yarıma bərabər olmuşdu. Buna uyğun olaraq Şəripovun kapitalının dəyəri də artmışdı. Onun nəhəng əmlakını Astor şirkəti idarə edirdi. Keçən il Renat şirkətin rəhbərliyini dəyişdirmiş, işgüzar, ideallı və savadlı bir qadını ora direktor təyin etmişdi. İndi Quluşenkonun özü ilə
hesablaşmanı bitirmək lazım idi. O, mirasın rəsmiləşdirilməsinə dair hüquqi məsələlərin bitməsini çoxdan və böyük səbirsizliklə gözləyirdi. Yalnız o halda o böyük sərvətin Voldemar Lero'nun adına keçirilməsi işlərinə başladı. Bu böyük sərvətin keçirilməsinə başlamaq olardı. Özü üçün qəribə bir ölüm təşkil etmiş, keçmiş oliqarx bu adın altında gizlənirdi. Renat fikirləşdi ki, İnnaya zəng etmək lazımdır. Qəribə qız idi. Başından və mühafizəçidən qətiyyətlə imtina etmişdi. Renat onun universitetə, hətta vertolyotla da apara bilərdi. Ancaq qız metro ilə gedir, diqqəti özünə çəkmək istəmirdi. İnna şəklinin çəkilməsinə, Renatın arxasınca universitetə gəlməsinə də icazə vermirdi. Bir sözlə qız özünü, müstəqilliyini mümkün qədər qoruyub saxlamaq istəyən normal bir insan kimi aparır və bu Renatın xoşuna gəlirdi. Şəripov xatırladı ki, aşağıda onu bir neçə mühafizəçi və 2 mühafizə avtomobili gözləyir. Özünü turşutdu. Yaralı ayağı hələ də ağrıyır. Belə bir mühafizənin nə qədər vacib olduğunu ona xatırladırdı. Bütün bunlar nə vaxt bitəcək? Güzgüdə öz əksinə baxan Renat artıq neçənci dəfə idi ki, bu barədə fikirləşirdi. Pulları tezliklə dayısının adına keçirib milyonlarla bir dəfəlik vidalaşmaq lazım idi. Dayısı söz vermişdi ki, həyatını rahat yaşaması üçün ona kifayət edəcək qədər pul saxlayacaq. Bundan artığı Renata heç lazım değildi. Bütün bu milyonlar və milyardlar rahat yaşamasına mane olur və həyatı üçün təhlükə yaradırdı. Qalstukuna baxıb qərar aldı ki, taxmasın. Hər halda başqa bir yerə yox, sahib olduğu şirkətə gedirdi. Birinci fəslin sonu.